Buyurun. Salam uşaqlar, hoş gördük. Nəhayət bir həftədən sonra yenə də görüşdük. Bu bizim artıq 4-cü dərsimizdir və 4 dərsdə maşallah görürəm ki, çox gözəl, həm həvəslə gəlirsiniz, həm tez qavrayırsınız. Mən istəyirəm ki, bizim bugünkü dərsimiz üçün, bizə bu şəraiti yaratdığı üçün qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstək Agentliyinə təşəkkür edim ki, bizi sazımıza dəyər verirlər, milliliyimizə dəyər verirlər və aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliğ layihəsi çərçivəsindəki dərsimizin bugünkü dərsi icra etmək üçün yenidən Cavanşir Quliyevə söz verək. Buyurun müəllim, meydan sizindir. Dediklərinizə əlavə ehtiyac qalmadı ilə uşaqlar inşallah görevimizi alasın. İşlərin daha da olsun inşallah. Hər birimizi salam edən gözəl bağlar. İnşallah görək növbəti dərsi necə seçmişik, necə öyrənmişik. Bir-birini həbərli fazlalar yeyək görək çünki insanları məsələ. Mən sağlıqla sən sağlıqla hər bir müvəqqəti mənləri ona görə maraqlanma. İndi başlayır ki, o qanunlardan kimlər təşkil edir. Sən təşkil edirsən, onların da zaman maraqlanarsa, musiqi nəzəriyyəsi baxımından da
biri var da, yəni musiqinin dilini hər birimiz bilməliyik ki, məsələn, harasa gedəndə onu nümayiş elətdirək ki, biz bu dildə bilirik, öz musiqimizdə var, öz musiqilərimizin sözü beynəlxalq arenaya çıxartmaq üçün bəzi beynəlxalq dildən istifadə etmək lazımdır. İndi başqa bir gödəklərini məşq edək. Sen sağlık güçler yoksa başlayak 3, hazırın 3, 4.
bəzi qüsurlarımızı nəzərə almasa, demək olar ki, yaxşı nəticə oxşuyur. Bəzi qüsurlarımızı amma nəzərə almasalar, mən elə bildim ki, hər şey daha yüksək səviyyədə olmasa da, bəzi qüsurlarımızı düzəltməliyik. Bax, yenə də keçən dəfə video çəkdik, düzdür. Dərsdən sonra da çəkdik, artıq qrupa. Ki, qrupda da hamı dinləsin, ifayə, biləyə barına diqqət edir. Yəni, onu mütləq. Misal üçün, mən qrupda izləyirdim, amma səsi atmışdım. Baxırdım ki, Səhəlim xanım, Səhəlimə xanım da səs atırdı sizlər üçün ki, həvəs verirdi. Yəni, ona görə də o həvəsi doğrudur da. Yəni ki, mən sizi danlamıram ki, daha gözəl nəticə əldə edəcəm. Daha arxayn o mükəmmənin saçı durur, kesin demirdir də bizdə belə bəzi şeylər var ki, onlara deyilir ki, bu sizlər üçün. Bax, biz sizlər üçün çalışırıq. Görürsünüz, sizlər üçün dövlət dəstək agentliyi, xüsusi vaxt ayırır, imkan ayırır ki, sizlər üçün ödənəsin. Yəni, sizlər də bizim üçün verdiyimiz tələbi yerinə yetirir. Bir bax, sənin səsində biraz çıxmır. Bizdən yoxuya görək, nə çıxmırdı? Maram, 3, 4. Maram çıxdı danışır, daha yukarı. Ay, soruda ben sizi okumuşsam. Sözləri biraz səsini çəkir elə. Başlayaq. Çıxdı danışır, bir də. Çıxdı danışır, səhər vaxtı gülə, gülə, səhər vaxtı gülə, gülə, sol əlinə salır, gülə, sol əlinə salır, gülə, bir gün tapdı gülə, gülə, ay gülə, gülə, ay gülə, gülə, ay gülə, gülə. Beşinci otursan da yox, hərvətə güzlər. Deməli, hətta sən də biraz daha qorxu deyəyəsən, sən də səsin biraz daha yukarı çıxsın. Hər halda bir də bir şey deyim sizə, yəni xüsusən də qızlarımıza aiddir, elə olanlara da. Yəni çalışaq ki, düzdür, indi hələ sərtlik, sərbəstlik, sərbəstlik, amma saza uyğun deyilmək, sərgəl deyilmək, yəni biraz ciddi format olsun da, yəni gələn dərsdə sizdən günümüzdə qeymlərimiz üçün dağılır. Sarılacaq biraz mühürliyə də üstün daha edir. Yəni bunları nəzərə alarsınız.
okuyanların səsi eşidilsin və sadəcə akord veriyor. Bak, akord veriyor. Ayrıca okuyanların manevini görürsün. Səsi olanlar okusun, səsi olmayanlar da diqqətli müşahidə daha üstünlük versin. Aydındır. 3, 4. Yani okuyan zaman sazın sesini aşağı indiriyor. Oldu. 3, 4.
Biraz da məşq eləsək, az daha yoruldu, oturaq indi. Deməli, axşam həmişə ayaq üstə olar, amma dərs zamanıdır. Qeyri vaxtımız yetdiyinə görə oturmaq da var, arada ayaq üstə durmaq olar inşallah. İndi başlı bir məşq eləyək. Gəl Yusuf, sən gəl görək. Gəlir, sizdə məşq edirsiniz. Bir eləyək, sonra ümumi qrup təşkil edək. Amma ona keçdiyimə siz diqqətlə baxın, fikriniz yayılmasın ki, növbə sizə satanda daha yaxşı alırsınız. Saz neçə hissədən ibarətdir? İsimləri, pərdələri haqqında sizə məlumat vermişdim. Neçə pərdəsi var sazın? 26. O istəyən uyğun olaraq artırıla bilər. Amma normal ənənəvi qayda o tür təsdiq olunur ki, 20 pərdəsi sazın istifadə edilir.
Klassik görünümlü təsdiq olunmuş pərdələrimiz 20 pərdədən ibarətdir. Neçə aşıq olur adətən? 8. Ay sağ olun. Sonra sazın misal çanağı hansı ağaçdan yığılır? Qolu tut ağacı. Bax, bunlar hamısı fundamental olaraq bilmək lazımdır. Evet. İndi keçək ustadlarımızdan biraz danışaq. Kim hansı ustadı tanıyır? Aşıq Ələsgər, Klasik aşıqlarımızdan danışaq biz. Daha klasik, daha dərin. Aşıq Ələsgər, Aşqanlar, Bozağlar, Klasik. 9-cu əsrə gedir, 11-ci əsrə gedir. Hüseyin Bozağlar. Kim? Birli Qurbanı eşitmişsiniz. Qurban. Birli Qurbanı, Aşıq Qurbanı. Bu təxmini neçəncə sarayındır? Hansı hökümdarın sarayında olur? Bilən yoxdur ki, Şah İsmail eşitmişsiniz. Kim olur o? Yəni, Səfəvi dövlətinin qurucusu olur. Səfəvi imperiyasının qurucusu olur Şah İsmail Fəthayi. Və onun sarayında aşıq kimi fəaliyyət. İlk aşıq adının da elə Qurbanidən götürülür. Miskin Abdalda o dövrlərdə olur, amma ilkin olaraq biz Qurbanini götürmüşük. Yəni, aşıq Qurbani oradan bəri 15-ci, 14-cü əsrin sonları, 15-ci əsrin əvvəlləri və belə. Bu dövrdən aşıq sənəti olaraq biz indi görürsən, Qurbani 15-ci əsrdə necə yazırsa, bu gün də onun dili bizdə eynən necə danışırıq o gün. Məsələn, Qurbanidən bir şey deyilərsiniz. Sözü başına döndüyüm, bir görəkdə kimsə bilir, başına döndüyüm ay qəşəngləri, adətli dərələr, yaz bənövşənin. Ağ nazi əlinlə dərdəstə bağlar, tər buxaq altında düz bənövşənin. Bilən yoxdur bir şeydir, eşitməmisiz. Eşitmək lazımdır. Gələn dərs bu klasik aşıqlarımızdan xüsusən də birinci Qurbani ilə bağlı sizə bəzi ədəbiyyatlar verəcəm. Onlardan biri öyrənərsiniz. Yəni, sazı öyrənən adam həm şeiriyyatı bilər, həm dastançılığa həvəs göstərər. Yəni, sazda hər bir şey var. Yəni, bütün sənət nümunələri aşıq sənətində var. Aktyorluq var, rəqqaslıq var. İndi biz bir balaca hərəkətsiz deyirik. Amma Şirvan aşıqlarında görürsünüz, nə gözəl rəqs edilir. Bizim qərb aşıqlarında da bu başqa formadadır. Yəni, aşıqlığın da bölgəvi xüsusiyyətləri var. Məsələn, Gəncəbasar aşıq mühiti var, Göyçə aşıq mühiti var. Yəni, hərəsində bir özəllik var. Yəni, bilmirsən ki, hansı gözəllik. Hər tərəfi sanki bir gözəl bir çənəzarlıqdır. Baxırsan, bu gül də gözəldir, o gül də gözəldir. Yəni, bu sənəti həvəs göstərməyinizə görə sizə çox təşəkkür edirəm ki, yəni milli dəyərlərimizdir. İndi dövrdə milli dəyərlərimizi daha da möhkəm qorumalıyıq ki, bizdən sonra gələnlər də bizi xatırlasın. Yəni, eləyək ki, xatırlana bilək, iz qoyaq. Fərmanət xanım, uşaqlarla bağlı sizin öz şeyləriniz. Çox xoşum gəldi. Həqiqətən tezdir bir vaxtda çox gözəl öyrənirəm. Tavana baxıram ki, bütün sazmağa da çağırıram. Artıq 4-cü dərsin iki kərə öyrənirəm. Əslində, mən onu da qeyd eləmək istəyirəm ki, bax, bizim demək olar ki, bu uşaqların əksəriyyəti
bəzən o kiməsə dinləyiblər, həvəslənib saz alıblar, amma peşəkar yönümlü müəyyən qədər dərs götürməməkləri qısa müddətində bu cür öyrənmək çox çətindir. Əslində, məsələn, musiqi məktəblərində birinci yarım ildə təzə gələn, sazı təzə öyrənmək istəyən uşaqlara az qala ki, 2 ay, 3 ay vaxt olur ki, bir havanın bir musiqi bir hissəsini öyrətmiş olurum. Hələ onun notlarını başa salırıq, pərdələr falan gəlib məqama çatanda hələ 3 ay, 4 ay vaxt gəlir ki, istəyəcək. Yəni, indi bu uşaqlar sanki bir say seçmə uşaqlardır. Yəni, adətən deyil, musiqiyə istedadlı uşaqların qəbul olunmasının tərəfdarıyam. Bəzən olur ki, bir də görsən, musiqi məktəblərində uşaq gəlir, istedadı o qədər də deyil. Məcbur qalırsan ki, bu uşağa 5 il müddətinə ömründən kəsib uşağa dərs keçəsin. İnşallah uşaqların hamısı qabiliyyətli uşaqlar. Mən inanıram ki, bunların hərəsi gələcəkdə bir sənətkar olacaq. Əlbəttə, sənət davam edə bilərlər. Yəni, hər hansısa bir özlərindən sonra kiməsə təbliğ edə bilərlər, xarici dövlətlərdə təmsil edə bilərlər, bəlkə elə bir xarici dövlətdə elə bir yerdə oxuyaq. Bu yaxından bizim saz ustası var, Usta Rızvan, elə onu da qeyd edeyim ki, çox gözəl insandır. Onun oğlu xaricdə magistraturada oxuyur, çox da gözəl saz ifaçısıdır. O bir dənə tədbirdə bir çıxış edib, ona möcüzə kimi baxıblar ki, xarici vətəndaşlar, universitetin rektoru ki, belə bir sənətin nümayəndəsən, hər görəndə onu içərli görüşürmüş. Yəni, nəyə görə? O sənətə görə. Yəni, o sənətə dəyər verməyinə görə. Yəni, elə bilməyin ki, tək Azərbaycan ərazisindədir bu sənətin gücü. Yəni, musiqinin gücü... Bəlkə də sən də eşitmirsən, bizim Amerikadan bir aşığımız vardı. Amerikadan tələbəli illərində də mənim bizə Anna Şiraslan vardı, aşıq sənətinin. Bəli, sonra Marta Lau, onu deyim. William var idi. Yəni, bu sənəti... Gözəl çalıb oxuyurdu ki, və başlı beynini çox gözəl oxuyurdu. Yəni, dünyanın bu tərəfindən öyrənməyə gəlirlər, amma biz özümüz buradan bura öyrənməyə bəzən olur ki, əziyyət çətin istəmirik, bəzən fikirləşirik ki, hər hansısa bir mədəniyyət nə qədər, onu da sizə qeyd edeyim ki, yaxşı mədəniyyət keçmişdə də, gələcəkdə də müasirdir. Yəni, bunun açıqlaması deməkdir ki, yaxşı bir sənət nümunəsi üstündən 1000 il də keçsə, yenə də o yaxşı sənət nümunəsidir. Misal üçün, elə qızıl, 1000 il bundan öncəki qızıl da qızıldır, indi əldə elədiyimiz qızıl da eyni. Yəni, dəyəri itmir, daha da dəyər olur. Bizim dərsimizin yekunlaşmasına istəyərdim, görürəm ki, siz yorulmuşsunuz. Yəni, dincəlmək də, istirahət eləmək də lazımdır. Tapşırıqlarımız ondan ibarətdir ki, mən indi sizə ədəbiyyatları, məlumatları verəcəm, hansı kitablar nə oxuyursunuz, o dastanlar, Qurbanı dastanını öyrənirsiniz deyəndə oxuyursunuz da, məlumatlar əldə edirsiniz, ondan bir dənə şeir seçirsiniz, şeiri özünüz istədiyiniz kimi seçərsiniz və növbəti dərsimizdə də inşallah bu başlı beytində bəzi qüsurlarını düzəldirik, yeni bir dənə hava keçirik. Yəni, siz nə qədər çox öyrənsiniz, nə qədər o qədər hava öyrənsiniz. Yəni, sizdən özünüzdən asılır.
Hə, bunu daha çox məşq eləməliyik, daha da qəşəng alınmalıdır ki, biz ilkin öyrəndiklərimiz bizim o birisi havalarda da bizim köməyimizə çatacaq. Yəni, ilkin öyrəndiyimiz nə qədər çox məşq eləsək, bir o qədər də yeni öyrəndiklərimiz asan olacaq. Bu qədər. Sağ olun. Bax, belə qəşəng ağıllı balalar olun, tərbiyəli olun, qəşəng geyimimizdə, davranışınızda, hər şeydə nümunəvi olun ki, sizin əlinizdə sazı görəndə da deməsinlər ki, o da saza yaraşmır və ya bu saz həmin adama yaraşmır. Yəni, elə olsun ki, saz sizə yaraşsın, siz də saza. Çox sağ olun Cavanşir müəllim. Mən bir daha buradan qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstək Agentliyinə öz təşəkkürümü bildirirəm, öz adımdan, uşaqların adından ki, bu şəraiti bizə yaradıblar. Gələn görüşlərə də uşaqlar, gələn həftə görüşərik.